Bu tortun hazırlanması cəmi 40 dəqiqə vaxtınızı alacaq. Gəlin keçək hazırlanma qaydasına. 400 qram unu, yəni 3 stəkan, 60 qram kakaonu, yəni 4 xörək qaşığı və 1 paket vanili ələkdən keçiririk. Üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Ayrıca bir qabda 2 ədəd yumurtanın üzərinə 1 stəkan süd, 100 ml duru yağ əlavə edib mikserlə qarışdırırıq. Daha sonra 1 stəkan qaynar su da əlavə edirik. Və bu qarışımı unlu və kakaolu qarışıma da əlavə edib çırpıcı ilə qarışdırırıq. Üzərinə 1 çay qaşığı soda və sodanı söndürmək üçün 1 çay qaşığı alma sirkəsi əlavə edirik. Əgər alma sirkəsi yoxdursa, 1 çay qaşığı limon suyu da əlavə eləyə bilərsiniz. 180 dərəcəli sobada 20 dəqiqəyə bişiririk. Kremi üçün 150 qram yumuşaq kərə yağını əvvəlcə mikserlə qarışdırırıq. Daha sonra hissə-hissə üzərinə 1 banka qatılaşdırılmış süd də əlavə edirik. Hazır korjumuzun əvvəlcə kənarlarını kəsirik. Daha sonra korju 2 bərabər hissəyə kəsib tortumuzu yığırıq. Glazur üçün 1 plitka şokoladın üzərinə 2 xörək qaşığı süd əlavə edib su buxarında əridirik. Sonda da istəyə görə üzərinə qoz, fındıq və yaxud da badam qırıntıları da səpə bilərsiniz. Bu qədər sadə dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.